Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Allah subhanahu teala müvəffəq etsin. Barakallahu fikum. Allah subhanahu teala'nın izniyle təzə bir kitab götürürük. Allah subhanahu teala müvəffəq etsin. Min hidayəti surətil Fətihə. Fatihə surəsinin hidayətlərindən, yəni Fatihə surəsində olan hidayətlər, faydalar. Barakallahu fikum. Şeyx Abdurrazzaqın kitabıdır. Balaca, qısa bir kitabdır. Allah subhanahu teala müvəffəq etsin bitirməyə. Və şeyx buyurur ki, Bismillahirrahmanirrahim. İnnel hamdəlillah nəhməduhu və nəstə'inuhu və nəstəğfiruhu və na'udzu billahi min şururi enfusinə və seyyiati a'malina men yehdihillahu fela mudille leh və men yudlil fela hadiye leh və əşhedü en la ilahe illallah vahdehu la şerike leh və əşhedü enne Muhammeden abduhu və rasuluh sallallahu və sellem aleyh və ala alihi və ashabihi ecmain əmmə ba'd. Müəllif rahimehullah müqəddimə olaraq gətirir, müqəddimə olaraq başlayır və buyurur ki, həqiqətən Fatihə surəsi Quran-ı Kərimdə ən əzəmətli surələrdəndir. Hansı ki, biz hər gün, neçə dəfə oxuyuruq? Hər gün Fatihə surəsinin Quran-ı namazlarımızda, Fatihə surəsinin namazlarımızda, fərz namazlarında hər gün 17 dəfə oxuyuruq. Yəni, bütün fərz namazların hamısı bir yerdə, yalnız fərz namazların sayısı o gün ərzində 17 dəfə Fatihə surəsini oxuyuruq. Yəni, bu da nədir? Hər bir müsəlmana, namaz qılan insana, hər bir kəs nədir? Fatihə surəsinin namazında oxuması vacibdir. Və bununla da 17 dəfə ən azı fərz namazların yerini yetirməklə ən azı 17 dəfə Fatihə surəsini oxumuş oluruq. Çünki Fatihə surəsini hər rükətdə oxumaq vacibdir. Barakallahu fikum. Fatihə surəsini hər rükətdə oxumaq nədir? Hər rükətdə oxumaq vacibdir. Çünki Allah Rasulundan sallallahu aleyhi və səlləmdən səhih olaraq gəlib çatmışdır ki, La salətə limən ləm yəqra bi Fatihətil kitab. Kitabı açan, yəni Fatihə surəsini oxumayanın namazı yoxdur. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Fatihə surəsini oxumayanın namazı yoxdur. Və başqa hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən sallə salətən ləm yəqra fiyhə bi ummil Qur'an fəhiyyə xidac. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim namaz qılarsa və orada Quranın anasını, yəni Ummul Qur'an, yəni Fatihə surəsini oxumazsa, o yarımçıqdır, o namaz yarımçıqdır, tam deyildir. Və barakallahu fikum və deməli, Fatihə surəsini hər namazda oxumaq nədir? Vacibdir. Hər rükətdə oxumaq vacibdir. Və dedik ki, 5 gündəlik 5 vaxt namaz qılan insan 5 vaxt qıldığı fərz namazlarında 17 dəfə oxuyur. Və təsəvvür edin ki, yəni gündəlik ratibə sünnətlərini də qılarsa və həmçinin nafilə sünnətləri də, yəni əlavə olaraq nafilə namazlar da qılarsa, gün ərzində Fatihə surəsini nə qədər oxumuş olar və ay ərzində gör nə qədər oxumuş olar və il ərzində isə nədir? Onun sayı daha çoxdur. Və bunun üçün də barakallahu fikum Fatihə surəsi Allah Resulü sallallahu aleyhi və səlləm buyurduğu kimi Quranın ən əzəmətli surəsidir. Quranın ən əzəmətli surəsidir. Quranda ən əzəmətli surədir. Allah Resulü sallallahu aleyhi və səlləmdən sabit olduğu kimi Əbu Səid İbn-i Muallə radiyallahu anhu deyir ki, namazdan kuntu usalli fil məscid fədəani Rasulullah sallallahu aleyhi və səlləm fələm ucibhu fəqultu ya Rasulullah inni kuntu usalli fəqalə ələm yəqulillah istəcibu lillah və lirrasuli izə dəəkum limə yuhyikum. Əbu Səid Əl-Muallə radiyallahu anhu deyir ki, məsciddə namaz qılırdım və Allah Resulü sallallahu aleyhi və səlləm məni çağırdı və mən namazdan çıxmadım, yəni namaz qıldığım halda məni çağırdı və mən namazdan çıxmadım. Və sonra Allah Resulüne sallallahu aleyhi və səlləmə dedim ki, ya Resulallah, mən namaz qılırdım, yəni ona görə sənə cavab verə bilmədim. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, məyər Allah subhanahu teala belə demirmi Quran-ı Kərimdə, Ənfal surəsində, İstəcibu lillahi və lirrasuli izə dəəkum limə yuhyikum.
limə yuhyikum. Allah və Rasulü sizə həyat verəcək şeyləri, sizi həyat verəcək şeylər, sizə həyat verəcək şeylərə çağırdığı zaman ona cavab verin. Allah və Rasulü sizə həyat verəcək şeylərə çağırdığı zaman ona cavab verin. Yəni, buradan nədir? Barakallahu fikum. Yəni, insan namaz qıldığı vaxt, nafilə namazlarda, sünnə namazlarında, nafilə namazlarında, əgər Allah Rasulü sallallahu aleyhi və səlləm onu çağırardısa, nədir? Ona cavab verməsi, ona cavab vermək. Həmçinin başqa hədislərdə gəlir, valideynlər nədir? Çağırdığı zaman nafilə namazlarda, nafilə namazı kəsib, valideynlərə cavab vermək olur. Və sonra Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu ki, لَأُعَلِّمَنَّكَ سُورَةً هِيَ أَعْظَمُ السُّوَرِ فِي الْقُرْآنِ قَبْلَ أَنْ تَخْرُجَ مِنَ الْمَسْجِدِ. Və sonra deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Əbu Səid Əl-Muallə radiyallahu anhına deyir ki, mən məsciddən çıxmadan öncə sənə Qurandakı ən əzəmətli surəni öyrədəcəm. Və sonra deyir, əlimdən tutduq. Thumma əxədə biyədi. Sonra əlimdən tutdu. Və sonra deyir, yəni məsciddən çıxmaq istədiyi zaman dedim ki, ələm təqul ələm təqul lə uallimennəkə surətən hiyə ə'zamu surətin fil Qur'an. Dedim ki, ya Rasulallah sallallahu aleyhi ve sellem. Yəni sən demişdin ki, sənə Quran-ı Kərimdəki ən əzəmətli surəni öyrədəcəm. Yəni çıxmamışdan öncə sənə Quran-ı Kərimdəki ən əzəmətli surəni öyrədəcəm. Və Allah Rasuluna deyir sallallahu aleyhi və səlləm qal sallallahu aleyhi və səlləm Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Həmd aləmlərin Rəbbi olan Allahadır. Bu nədir? Yəni Fatihə surəsi, Quran-ı Kərimdəki ən əzəmətli surə Fatihə surəsidir. Hiyyəs-səb'ul məsani vəl-Qur'anul azimul-ləzi utitu. Yəni o 7 təkrarlanandır və o əzəmətli Qur'andır, hansı ki mənə verilmişdir. Burada barakallahu fikum bu hədisdə bax namaz qıldığı zaman, səhabə namaz qıldığı zaman Allah Rasulü sallallahu aleyhi və səlləm onu çağırardısa, ona cavab vermək nədir? Cavab verməsə, yəni çıxmalıydı, Allah Rasuluna sallallahu aleyhi və səlləmə cavab verməliydi. Bu hansı haldadır? Namaz qıldığı halda. Yaxşı, bəs insan dünyası ilə məşğul olduğu halda, yəni dünyanın içində batıb getdiyi halda Allah onu özünə itaətə, ibadətə çağırır. İnsan bəs necə olmalıdır, hal necə olmalıdır? Yəni, insan dünyanın içərisində olduğu halda Allah subhanahu wa ta'ala onu itaətə, ibadətə çağırır və o insan cavab vermirsə, onun halı nədir, yaxşı deyil. Allah subhanahu wa ta'ala bizlər bağışlasın. Və bunun üçün də bu mübarək surənin, yəni Fatihə surəsinin çoxlu adları var. Bir neçə, yəni onun əzəmətli olmasına görə, bu surənin ən əzəmətli surə olmasına görə və həmçinin məkanının uca olmasına görə, şəninin, qədrinin uca olmasına görə onun bir neçə adı varid olmuşdur. Fatihə surəsinin bir neçə adı varid olmuşdur. Birincisi onu Fətihətul Kitab, kitabı açan surəsi, kitabı açan. Yəni nədir? Çünki Quranı açdığımız zaman ilk gələn surə hansıdır? Fatihə surəsi. Barakallahu fikum. Fatihə surəsidir ki, bu da nədir? Kitabı açan, yəni kitabın ilk başlayan surədir. Barakallahu fikum. Və həmçinin Əs-səb'ul məsani, 7 təkrarlanan, 7 çünki ayələri 7 ayədir. Təkrarlanan çünki hər namazda təkrarlanır. Yəni, hər namazda Fatihə surəsi nə olur? Təkrarlanır. 4 rükətli namaz qılırsansa, 4 rükətin 4-ündə də Fatihəni təkrarlamaq nədir? Vacibdir. Barakallahu fikum. Yəni, hər namazın hər rükətində Fatihə surəsi təkrarlanır. Və həmçinin Əl-Qur'anul azim və hiyəl Qur'anul azim. Yəni, Fatihə surəsi əzəmətli Qur'andır. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belənçi adlandırmışdır. Yuxarıda keçən hədisdə də gəlmişdir. Çünki nə üçün? Barakallahu fikum. Çünki, baxın, Fatihə surəsi Quran-ı Kərimdəki surələrdən bir surədir. Fatihə surəsi Quran-ı Kərimdə surələrdən bir surədir. Hətta nədir? Fatihədən böyük yəni surələr var. Barakallahu fikum. Və Quran-ı Kərim nəydən ibarətdir? Barakallahu fikum. Quran-ı Kərim ümumən təvhiddən, Allah subhanahu ta'alanı təkləşdirməkdən,
istər rububiyyət, istər uluhiyyət, istər də ad və sifətdən olsun. Barakallahu fikum. Və həmçinin əmrlərdən, qadağalardan, qissələrdən və xəbərlərdən mövcud ibarətdir. Quran-ı Kərim təvhiddən, ondan sonra əmrdən, nəhiydən, qissələrdən və xəbərlərdən ibarətdir. Və Fatihə surəsi mücməl olaraq bunları nə etmişdir? Əhatə etmişdir. Barakallahu fikum. Fatihə surəsi mücməl olaraq bunları əhatə etmişdir. Və Quran-ı Kərimdə isə bunlar, yəni həmin bu yuxarıda sadaladığlarımız təfsilatlı şəkildə verilmişdir. Barakallahu fikum. Və həmçinin Fatihə surəsi əzəmətli bir nurdur. Əzəmətli bir nurdur. Hansı ki, Allah subhanahu wa ta'ala bu surəni öz Peyğəmbərinə sallallahu aleyhi və səlləmə və onun ümmətinə bəxş etmişdir, əta etmişdir. Allah həmsənalar olsun. İbn Abbas radiyallahu anhuma deyir ki, Cəbrail aleyhisselam Allah Resulü sallallahu aleyhi və səlləm yanında olduğu vaxt başının üzərindən bir səs eşidir. Və başını qaldırır və sonra deyir ki, Həzə bəbun minəs-səmai futihəl yevm, ləm yuftəh qattu illəl-yevm. فنزل منه ملك فقال هذا ملك نزل إلى الأرض لم ينزل قط إلا اليوم فسلم وقال أبشر بنورين أوتيتهما لم يؤتهما نبي قبلك فاتحة الكتاب وخواتيم سورة البقرة لن تقرأ بحرف منهما إلا أعطيته. İbn Abbas radiyallahu anhuma deyir ki, Cəbrail aleyhisselam Allah Resulü'nün sallallahu aleyhi və səlləmin yanında oturduğu zaman səs eşidir başının üzərində və başını qaldırır və deyir ki, bu bir qapıdır. Yəni bu səmadan bir qapıdır ki, açıldı. Bu günə qədər o qapı açılmamışdır. Və oradan bir mələk indi ki, yəni yer üzərinə bir mələk indi, həmin mələk bu günə qədər yer üzərinə inməmişdir. Və həmin mələk salam verir və deyir ki, yəni müjdələr olsun sənə. Nə ilə? İki nurla müjdələn. Hansı ki, Allah subhanahu ta'ala onları sənə vermişdir. Səndən öncə heç bir peyğəmbərə onlar verilməmişdir. Bunlar hansılardır? Fatihə surəsi və Bəqərə surəsinin axırıncı iki ayəsi. Fatihə surəsi və Bəqərə surəsinin axır iki ayəsi. Hansı ki, oradan oxuduğun hər hərfə görə nədir? Allah subhanahu ta'ala sənə bəxş edəcəkdir. Yəni, oradan oxuduğun hər hərfə görə Allah subhanahu ta'ala sənə bəxş edəcəkdir. Və Fatihə surəsi, barakallahu fikum, hədisdə də keçdiyi kimi Muhammed sallallahu aleyhi və səlləmə və ümmətinə nədir? Xas olan bir surədir. Fatihə surəsi Muhammed sallallahu aleyhi və səlləmə və onun ümmətinə xas olan bir surədir. Çünki həmin hədisdə keçdiyi kimi mələk nə deyir? Səndən öncə heç kəsə verilməmişdir. Səndən öncə heç bir peyğəmbərə verilməmişdir. Bu da Allah subhanahu wa ta'ala tərəfindən böyük, əzəmətli bir minnətdir, bir fəzilətdir İslam ümmətinə. Hansı ki, həmin mələk bu müjdəli xəbəri gətirmişdir. Həmin mələk bu müjdəli xəbəri gətirir Allah Resulündən sallallahu aleyhi və səlləmə. Və ümməti də ona tabidir. Amma yəni, burada bir şeyə diqqət yetirəm. Mələk, yəni o göydən inən mələk, yəni hansı ki deyir, ilk dəfə açılır bu qapı səmadan, ilk dəfə bu mələk ilə inir. O müjdəni gətirmişdi. Amma surənin özünü gətirən isə kim idi? Cəbrail aleyhisselam. Çünki Cəbrail, yəni surəni gətirmək, vəhyi gətirmək Cəbrail aleyhisselamın vəzifəsidir. Necə ki, ayədə keçir: "Və innehu letənzilu rabbil alemin, nəzələ bihir ruhul əmin." Həqiqətən bu aləmlərin, həqiqətən də bu şək yoxdur ki, bu, yəni Quran aləmlərin Rəbbi tərəfindən indirilmişdir və onu əmin, sadiq ruh, yəni Cəbrail aleyhisselam indirmişdir. Və Quran-ı Kərim, yəni Quran-ı Kərimi gətirmək, Quran-ı Kərimi, yəni vəhyi gətirmək kimin xüsusiyyətidir, kimin vəzifəsidir? Cəbrail aleyhisselamın vəzifəsidir, ona xas olan əməllərdəndir. Və bu mələk də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi və ona tabi olaraq da ümmətin bu müjdəli xəbərlə müjdələmək üçün gəlir. Yəni bu surənin fəziləti ilə müjdələmək üçün gəlir. Hansı ki, yəni hər bir insan bu surədən bir hərf oxuduğu zaman nədir?
həmin hər hərfə görə, yəni bu surəni oxuduğu zaman həmin surədəki hərflərə görə Allah Subhanahu wa Taala tərəfindən əzəmətli, böyük savablara nail olur. Allah Subhanahu wa Taala ona əzəmətli, böyük savablar verir bu surəni oxuduğu vaxt onun hər hərfinə görə. Və biz də Allah Subhanahu wa Taalaya həmd edirik buna görə. Hansı ki, Allah Subhanahu wa Taala bizə Fatihə surəsini oxumağı bəxş etmişdir. Allah Subhanahu Taala bizlərə Fatihə surəsini oxumağı bəxş etmişdir. Və Allah Subhanahu wa Taala'nın şükründəndir. Yəni Allaha olan şükrdəndir ki, bu verdiyi nemətə görə, hansı nemət deyil, Fatihə surəsini bizə verdiyinə görə. Allah Subhanahu wa Taala'ya olan şükrdəndir ki, onun nədir? Nemətin haqqını vermək. Hansı nemətdən gedir söhbət? Burada Fatihə surəsindən. Hə, bu Allah Subhanahu Taala'nın bizə olan lütfüdür, fəzilətidir. Və onun da haqqını vermək nədir? Onu haqqı ilə tilavət etmək. Onu haqqı ilə tilavət etmək. Və nə də haqqı ilə tilavət etmək? Barakallahu fikum. Necə ki Allah Subhanahu wa Taala ayədə buyurur: "Ellezina ataynahumul kitabe yetlunahu haqqa tilavati." O kəslər ki, onlara kitab vermişik, kitab verdiyimiz kəslər onu haqqı ilə tilavət edirlər. Kitab verdiyimiz kəslər onu haqqı ilə tilavət edirlər. Yəni, haqqı ilə tilavət etmək, yəni Fatihə surəsinin haqqı ilə tilavət etmək, yəni onu əzbərləmək, onun hərflərinin haqqını vermək, doğru düzgün oxumaq, onu fəhm etmək və onun mənalarını bilmək, mənalarını dərk etmək. Və bu da nədir? Və həmçinin orada olanlara əməl etmək. Hansı ki, nədir? Orada keçənlərdən lüzumu sıratul müstəqim, yəni Allahın doğru yoluna bağlanmaq, sarılmaq. Fatihədə keçən sıratul müstəqim, Allahın doğru yoluna sarılmaq, bağlanmaq. Yəni Fatihə surəsini əzbərləmək, onu doğru düzgün oxumaq və onu fəhm etmək, başa düşmək, onun mənalarını dərk etmək, öyrənmək və həmçinin orada olanlara əməl etmək. Həmçinin orada olanlara, Fatihə surəsinin gərəşdirdiyi məsələlərə, orada olanlara əməl etmək. Allah Subhanahu bizləri müvəffəq etsin. Hansı ki, bu da nədir? Allahın doğru yoludur, sırat-ı müstəqimdir ki, yəni bu dünyada onun üzərində sabit olan, axirətdə də, hər iki dünyada xoşbəxtlər, dünyada da, axirətdə də saadətə, xoşbəxtliyə qovuşmuş olar ki, Allah Subhanahu bizləri müvəffəq etsin. Kim, həqiqətən də kim, yəni Quran-ı Kərimdən, istər Fatihədən, istər də bütün ümumiyyətlə Quran-ı Kərimdən, yəni onun payı yalnız onu oxumaq olarsa, bu ondan tələb olunan onun şey deyildir. Yəni Quran-ı Kərimdən, istər Fatihə surəsi olsun, istər digər surələr olsun, yəni bizdən tələb olunan yalnız onu oxumaq deyil. Oxumaq tələb olunandır, amma yalnız oxumaqla kifayətlənmək bu nədir? Məqsəd bu deyil. Məqsəd isə nədir? Barakallahu fikum, onu oxumaq, onun hərflərini doğru düzgün oxumaq, onu yəni fəhm etmək, tədəbbür etmək və orada olanlara əməl etmək. Barakallahu fikum. Quran-ı Kərimi düzgün oxumaq, yəni onu haqqı ilə tilavət etmək, odur ki, onu oxumaq, onu orada olanları yəni, tədəbbür etmək, yəni Quran-ı Kərimi tədəbbür etmək, mənalarını başa düşmək və həmçinin orada olanlara əməl etmək, əmrlərin yerinə etmək və qadağanlarından çəkinmək. Və Allah Subhanahu Taala Quran-ı Kərimdə buyurduğu kimi, Kitabun ənzəlnəhu ileykə mübərəkun liyyəddəbbəru əyətihi və liyyətəzəkkərə ulul əlbəb. Biz bu kitabı, yəni bu mübarək kitabı sənə indirdik ki, onun ayələrini tədəbbür etsinlər və ağıl sahibləri ondan ibrətlər götürsünlər. Bu ayədən də nə çıxır? Barakallahu fikum dediyimiz kimi, Quran-ı Kərimi tədəbbür etmək, onu fəhm etmək və orada olanlara əməl etmək və onu öyrənməyimiz, orada olanlara əməl etməyimiz nədir? Buna bizim ən çox ehtiyacımız var. Barakallahu fikum.
Və ümumiyyətlə burada bu ayədə keçdiyi kimi bütün Quranı oxumaq Allah Subhanahu buyurur. Yəni bu kitabı sənə nazil etdi ki, orada olanları, bu mübarək kitabı sənə nazil etdi ki, onu tədəbbür etsinlər. Və burada həmin kitabda da olanlar Fatihə surəsi və Fatihə surəsi böyük bir suradır qardaşlar. Barakallahu fikum. Fatihə surəsini tədəbbür etmək, onun mənalarını vermək, ki Allah Subhanahu müvəffəq etsin. Bu kitab da məhz bundan bəhs edir. Yəni həqiqətən burada nələr olduğunu, hansı yəni böyük məsələlər olduğunu, necə də əzəmətli bir surə olduğunu inşallah bizə bəyan olacaqdır. Və Fatihə surəsini fəhm etməyə, Fatihə surəsini öyrənməyə, tədəbbür etməyə və ona əməl etməyə daha çox ehtiyacımız var. Çünki hər namazımızda hər rükətimizdə, yəni hər rükətimizdə biz nə edirik? Fatihə surəsini oxuyuruq. Fatihə surəsini oxuyuruq. Və müəllif rəhməhullah deyir ki, bu risalədə də yəni həmin bu şeylərə toxunacağıq. Fatihə surəsinin mənalarına, barakallahu fikum. Yəni bu mübarək surəsinin mənalarına, orada olan əzəmətli faydalara və xeyirlərə, hansı ki bu surədə olan xeyirlərə toxunacağıq. Allah Subhanahu bizi müvəffəq etsin. Və sonra burada şeyx, yəni bu işdə ona yardım edən şeyxlərdən birinə təşəkkür edir və sonra Allah Subhanahu taalaya həmd eləyir. Və hədə vallahul kərim və Allah Subhanahu taalaya həmd eləyir və Peyğəmbərə sallallahu aleyhi və səlləmə salavat deyir. Və sonra birinci olaraq gətirir, birinci olaraq götürək, yəni həm burada 9 dənə məsələ gətirir. Barakallahu fikum. 9 dənə məsələ gətirir. Birinci məsələ əl-istişfa'u bil Fatihə. Fatihə ilə şəfa, yəni Fatihə ilə müalicə olunmaq, Fatihə ilə şəfa tapmaq, Fatihə surəsi ilə müalicə olunmaq. Və Fatihə surəsinin adlarındandır ki, Əl-Kəfiyyətü Şəfi, yəni kifayət edən və şəfa olan. Və həqiqətən də burada Fatihə surəsində istər qəlblərin xəstəliklərinə, istər də bədəndə olan xəstəliklərə şəfa vardır. İstər qəlblərin xəstəliklərinə, istərsə də bədəndə olan xəstəliklərə şəfa vardır. Və həqiqətən də əgər qəlbdə bir xəstəlik varsa, fəsad varsa, istər qəsd olsun, istər niyyət olsun, yəni istər riya olsun, istər təkəbbürlük olsun, istər yəni həddi aşmaq, istər zülm olsun, hansı ki bunlar qəlbdə olan xəstəliklərdir, Allah Subhanahu bizləri qorusun. Bunların əlacı, bunların müalicəsi Fatihə surəsindədir. Barakallahu fikum. İbn-i Qayyim rahimehullah deyir ki, Kəsirun mə kuntu əsmə İbn Teymiyyətə yəqul İyyəkə nə'budu fihi iləcun lirriyə və İyyəkə nəstə'in fihi iləcun lil-kibriyə. Deyir ki, İbn-i Qayyim rahimehullah deyir ki, İbn Teymiyyə rahimehullahın belə dediyin, çox belə dediyin eşitmişəm. Belə dediyin çox eşitmişəm ki, Fatihə surəsində ki, İyyəkə nə'budu, yalnız sənə ibadət edirik. Bu kəlmə riyadan müalicə edir qulu. Yəni, İyyəkə nə'budu, yalnız sənə ibadət edirik. Qul bunu başa düşdükdə, qul bunu tədəbbür etdikdə, təsəvvür ki, namaz qılır. Misal üçün, yəni, riya nə vaxt olur? Misal üçün, insan bir ibadəti etdiyi zaman, həmin ibadət əsnasında və hər hansı bir şəxsin, kiminsə nədir, xoşuna gəlməsi üçün və yaxud da insanların ona baxması üçün və insanların ondan razı qalması üçün, ondan xoşu gəlməsi üçün əməlində nədir? Niyyətindən çaşması, yəni ixlasdan çaşması, ixlasdan yönəlməsi. Və qul bunu daim fikirləşdiyi zaman ki, İyyəkə nə'budu, biz yalnız sənə ibadət edirik. Yəni, təsəvvür namaz qılır, İyyəkə nə'budu, yalnız sənə ibadət edirik. Və qıraqda kimlər olsa belə, hər kim olursa olsun, nədir? Qul bunu fikirləşdiyi zaman, bunu tədəbbür etdiyi zaman neyinir? Həmin insanlara məhəl qoymur. Barakallahu fikum. Həmin insanlara məhəl qoymur. Və həmçinin və sonra buyurur ki, İyyəkə nəstə'in və İyyəkə nəstə'in fihi. Burada da deyir, təkəbbürlükdən deyir, nədir? Müalicə var. Yəni, bu İyyəkə nə'budu riyanın müalicəsidir və İyyəkə nəstə'in isə təkəbbürlüyün müalicəsidir ki, Allah Subhanahu taala bizləri müvəffəq etsin. Yəni, qul və İyyəkə nəstə'in, yalnız səndən kömək istəyirik dediyi zaman nədir? Qul öz acizliyin başa düşmüş olur. Yəni, ya Rabbim, sənin köməyin olmasa mən heç bir şeyə qadir deyiləm. Sənin köməyin olmasa mən nə namaz qıla bilərəm, nə oruç tuta bilərəm, nə salih əməllər edə bilərəm, nə sədəqə verə bilərəm və hər hansı bir yaxşı əməli etmək
etməyə müvəffəq olmaram, əgər sənin köməyin olmasa. Bu da nədir? Bu da həmin quldan təkəbbürlüyə aparır. Yəni, qul öz acizliyin başa düşür, qul öz acizliyin başa düşür. Və necə ki, ayədə keçdiyi kimi وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُم مَشْكُورًا. Yəni ki, bu birinciyə dəlalət eləyir. Yəni İyyəkə nə'budu, yalnız sənə ibadət eləyirik. Burada deyir, ayədə keçdiyi kimi, kim axirət diyarını istəyərsə və onun üçün səy edərsə, əməl edərsə, onun səyi, onun bu əməli nə olar? Onun bu əməlinin əvəzi verilər. Onun bu əməlinə əvəzi verilər artıqlaması ilə. Və İyyəkə nəstəin isə nədir? Dediyimiz kimi, qulun acizliyin qula xatırladır. Ayədə keçdiyi kimi, Yə əyyuhənnəsu əntumul fuqara'u illallah Vallahu huvəl ganiyyul həmid. Ey insanlar, siz hamınız Allaha fəqirsiniz, Allaha möhtaçsınız. Allah isə, yalnız tək Allah isə zəngindir, heç bir şeyə möhtac deyildir və tərifə layiqdir. Əl-Həmid tərifə layiqdir. Və beləcə nədir? Digər ayələr, hansı ki bu surada olan digər ayələr də nədir? Qəlbdə olan xəstəliklərə müalicədir və orada olanlara şəfadır. Və həmçinin bu surə bədəndə olan xəstəliklərə də şəfadır. Bir var qəlbdə olan xəstəliklər, barakallahu fikum. Bir də var bədəndə olan xəstəliklər. Necə ki, Əbu Səid radiyallahu anhudan gəlir ki, deyir, Allah Rasulü sallallahu aleyhi və səlləmin səhabələrindən bir neçə nəfər səfərə çıxdılar. Onlar ərəb kəndlərindən bir kəndin yanından keçdilər, bir qövmin yanından keçdilər. Orada yəni qərar tutdular və onlardan yeməyə yəni onları qonaqlamalarını istədilər. Və onlar, həmin kənd əhli bundan üz döndərdi. Və sonra onların ağasının bir zəhərli ilan və yaxud da əqrəb sancır. Və onlar gəlir, onu müalicə etmək üçün çalışırlar, nə qədər edirlərsə onu müalicə eləyə bilmirlər. Həmin o xəstəliyi ondan apara bilmirlər. Və sonra onlardan bəziləri deyir ki, burada bir qövm gəlmişdi. Yəni onlara gedək deyə, bəlkə onlar bunu müalicə edə bildilər. Və səhabələrin yanına gəlirlər və onlara deyirlər ki, bizim yəni başçımızı əqrəb sancıb və yaxud da ilan sancıb, ona nə etmək lazımdır? Onu müalicə etmək lazımdır. Sizdə ona fayda verici bir şey varmı? Və onlardan biri, sahabələrdən biri deyir ki, bəli, mən onu ruqiyyə eləyə bilərəm. Lakin biz sizdən bizi qonaqlamağımızı istəyən, bizi qonaqlamağı istədik, yəni bizə gecələməyə yer verməyə, siz bizə vermədiniz. Və mən onu ruqiyyə edəcəm, hətta bizə cüalə. Cüalə, burada bir neçə faydalar var, qardaş. Həttə təcəlu lənə cü'lən. Bizə cü'lən, yəni cəalə. Burada ruqiyyəni, indi hədisi oxuya barakallahu fikum. Burada ruqiyyə deyirlər ki, bəzi qardaşlar düzgün başa düşmürlər. Ruqiyyə etmək üçün pul şeylər. Deyirlər ki, ruqiyyədə nədir? Filan şey, misal üçün, filan saatı filan qiymətə ruqiyyə eləyirəm. Filan saatı filan qiymətə ruqiyyə eləyirəm. Misal üçün, bir saatı filan qiymətə, bir saatı filan qiymətə. Bunlar bu hədisi dəlil gətirirlər ki, ruqiyyə görə nədir? Ücrət almaq olar, lakin hədis düzgün başa düşülmür. Burada nədir? Burada səhabənin dediyi kimi, həttə təcəlu lənə cü'lən. Yəni, burada söhbət cü'alədən gedir. Yəni, nədir? Cü'lə. Yəni, bir var icarə, bir də var həmin bu cəalə. Bu ikisinin arasında fərq nədir? İcarə odur ki, bir şey, misal üçün, tutaq ki, bir nəfərin bir qiymətli əşyası itib, bir nəfəri tutur, icarəyə tutur ki, onu axtar tap, aylıq sənə, misal üçün, filan qədər pul verəcəm. Bu icarədir, o tapsa da, tapmasa da aylıq onu ödəyir. Bir də var, bir nəfərin filan hər nəsə itib, deyir ki, onu tapıb gətirənə filan hədiyyə olacaq, filan qiymət, filan məbləğ olacaq. Yəni, ruqiyyə də həmin o cəalə babındandır. O da nədir? Yəni, burada əgər şəfa taparsa onun əvəzində nədir? Həmin o, hər hansısa bir nəsə götürmək, məbləğ miyə və yaxud hər hansısa bir şeyi götürmək. Əgər həmin o xəstə şəfa tapdıqdan sonra, bu cəalə babındadır, barakallahu fikum, bunu düzgün başa düşmək lazımdır.
Və orada deyir ki, yəni onlar razılaşırlar, onlara yəni bir neçə qoyun verməyə razılaşırlar və həmin sahabə gedir və ona Elhamdülillahi Rabbil Ələmin, yəni Fatihə surəsini oxuyur və o deyir sağalır, hətta elə olur, elə gümrah olur ki, əvvəlkindən daha yaxşı yeriyir, əvvəlkindən daha yaxşı yeriyir. Və sonra deyir onlara həmin o qövm, o sahabələrə o bir dəstə qoyunu verirlər və onlardan bəziləri deyir ki, bunu bölün və ruqyə edən deyir ki, bunu etməyin hətta Allah Rasulullah sallallahu aleyhi və səlləmin yanına gedək və bunu onunla danışaq və görək bizə nəyə əmr edir. Və onlar Allah Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlirlər və bu qıssəni ona danışırlar və Allah Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, sən nə bildin ki, Fatihə surəsi ruqiyyədir? Yəni, Fatihə surəsinin ruqiyyə olduğunu nə bildin? Yəni, Allah Rasulü sallallahu aleyhi və səlləm onu təsdiqləyir. Və sonra deyir ki, qad əsabtum, yəni siz doğru etdiniz. Və deyir, yəni bunu bölün öz aranızda və mənə də bir pay ayırın. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm sonra gülür. Yəni burada nə deyir? Mənə də bir pay ayırın. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm yəni onların qəlbində bir şey qalmasın. Yəni bu malın halal olduğuna işarə edir ki, yəni bu mal halaldır. Hətta onların qəlbində bir şey qalmasın. Və İbn-i Qayyim rahimehullah Əl-Cavabul Kafi kitabında deyir ki, Məkkədə bir müddət dayandım deyir. Bir müddət Məkkədə qaldım, Məkkədə qalası oldum deyir. Və mənə deyir bəzi xəstəliklər baş verdi və mən deyir həkim tapa bilmədim. O sonra deyir özümü Fatihə surəsi ilə müalicə etməyə başladım. Və deyir onun böyük bir təsirini gördüm. Özüm Fatihə surəsi ilə müalicə etdiyim zaman onun böyük təsirini gördüm və sonra kimsə mənə hər hansı bir ağrıdan ötürü şikayət edərdisə, ona bu tövsiyəni verərdim. Yəni Fatihə surəsi ilə müalicə olunmağı ona tövsiyə edərdim və deyir onlardan çoxu da nədir? Həmin xəstəliklərdən şəfa tapardılar. Və şək yoxdur ki, Fatihə surəsi həm qəlbdə olan xəstəliklərə, həm də bədəndə olan xəstəliklərə nədir? Şəfadır. Yetər ki, Fatihə surəsini düzgün oxuyasan və yəqinlə oxuyasan və Allaha arxayınlasan, Allaha tam səmimi nədir? Bağlı olasan, qəlbinlə Allahdan arxayın olasan ki, əmin olasan ki, Allah subhanahu taala şəfa verəcək və bu ikisi əgər cəm olarsa, həm yəqin olaraq və həm də Allahdan, yəni tam arxayın olaraq, Allahdan tam əmin olaraq bu surəni oxumaqla insan hər iki xəstəlikdən, həm bədən, həm qəlb xəstəliklərindən nə edir? Şəfa tapar. Barakallahu fikum. Və həmçinin qəlbin xəstəlikləri, barakallahu fikum, və bildiyimiz kimi qəlbin xəstəlikləri də qəlbdə bədən kimi xəstələnir. Yəni bədən xəstəliyə tutulduğu kimi qəlbin də xəstəlikləri olur. Hətta qəlbin xəstəlikləri bədəndən daha nədir? Şiddətli olur, Allah qorusun. Onun üçün də qəlb xəstələndiyi zaman nə olur? Bədən də xəstələnir. Qəlb fəsada uğradığı zaman bədən də fəsada uğrayır. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur, Ələ və innə fil cəsədə mudğatan izə saləhət saləhəl cəsədu kulluhu və izə fəsədət fəsədəl cəsədu kulluhu ələ və hiyəl qalb. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, bilin və agah olun ki, bədəndə bir ət parçası var. Əgər o islah olarsa, bütün bədən islah olar. Əgər o fəsada uğrayarsa, bütün bədən fəsada uğrayar, körlanar. Bilin və agah olun ki, o qəlbdir. Və Əbu Hüreyrə radiyallahu anh deyir ki, qəlb bədənin padşahıdır və bədən üzvləri isə onun qoşunlarıdır. Qəlb padşahdır, bədən üzvləri isə onun qoşunudur. Əgər deyir, padşah gözəl olarsa, yaxşı olarsa, qoşun da yaxşı olar. Və əgər deyir, padşah fəsada uğrayarsa, qoşun da fəsada uğrayar və deyir, qəlb də nədir? Qəlb də belənsidir. Hətta qəlbin fəsada uğraması daha şiddətlidir. Əgər qəlb islah olarsa, bütün bədən ona tabi olaraq islah olar. Əgər qəlb fəsada uğrayarsa, bütün bədən ona tabi olaraq fəsada uğrayar ki, Allah subhanahu taala bizləri qorusun. Və qəlbin xəstəliyi, qardaşlar, barakallahu fikum, iki şeyə bölünür. Qəlbin xəstəliyi iki şeyə bölünür. Birincisi, məradu şübhə və məradu şəhvə. Birincisi, şübhə xəstəliyinə, ikincisi isə şəhvət xəstəliyinə. Və Allah subhanahu həm Fatihə surəsində keçən bu ayədə bu ikisində də nə var? Əlac var, müalicə var. Şübhə xəstəliyi, şəhvət xəstəliyi. Və ayədə keçən qayril məğdubi aleyhim vələddallin.
qəzəbə düçar olmuşların və azmışların yoluna yönəltmə bizi, ya Rabbi. Bu ayədə həm şübhə xəstəliyinə və həmçinin şəhvət xəstəliyinə nə var? Müalicə vardır ki, Allah subhanahu bizləri bağışlasın. Çünki nə üçün? Yəni, qəzəbə düçar olmuşların fəsadı nədir? Onlar nə üçün qəzəbə düçar olmuşlar? Onlar niyyətlərində, qəsdlərində nədir? Fəsada uğradıqları üçün qəzəbə düçar olmuşlar. Yəni, onlarda elm var idi. Onlarda yəni, elm var idi. Lakin nə etdilər? Onlarda elm olduğu halda onlar yəni, niyyətləri, qəsdləri doğru olmadığı üçün onlar fəsada uğradılar. Onlar qəzəbə düçar oldular. Amma qəzəbə azmışların isə fəsadı nə idi? Azmışların isə nə idi? Onlar isə yəni elm cəhəti, yəni onlar elmsiz olaraq əməl etdilər, amma elm öyrənmədən, elmsiz olaraq əməl etdilər. Bu da nədir? Barakallahu fikum, Allah subhanahu bizləri qorusun. Hər ikisi, yəni hər ikisinin halı çox təhlükəlidir. İstər yəni elm olaraq, elmi olub əməl etməyə, etməmək, ondan üz döndərmə və niyyəti, qəsdi dəyişməyə Allah qorusun. Və istərsə də elmsiz olaraq nədir? Əməl etmək, elmsiz olaraq əməl etmək. İndi ki, Allah subhanahu ta'ala birinciləri vəsf edərək buyurur ki, Məsəlul-ləzīnə hummilut-təvratu thumma ləm yəhmiluhə kəməsəlil himari yəhmilu əsfəra. O kəslər ki, deyir, yəni onlara Tövrat verilmişdir. Yəni onlara Tövrat verilmişdir ki, orada olanları tədəbbür etsinlər, orada olanları bilsinlər. Yəni onlara Tövrat endirilmişdir. Onların öz dillərində. Onlar onu oxumuşdular və onu fəhm etmişdilər və onu başa düşmüşdülər. Lakin ثُمَّ لَمْ يَحْمِلُوهَا. Sonra nə etmişdilər? Ona yəni əməl etmədilər. Ona əməl etməyə tərk etdilər. Nə üçün? Niyyətlərinin fəsad olduğu üçün, niyyətlərinin pis olduğu üçün, qəsdlərinin və pis olduğu üçün. Bununla da Allah subhanahu ta'alanın əzabını qazanmış oldular. Allah qorusun. Deyir ki, o kəslər ki, Tövratı onlara verilmiş ki, əməl etsinlər, onlar ona əməl etmədilər, onu tərk etdilər. Onların misalı uzunqulağın misalı kimidir. Yəni, üzərində kitablar daşıyan uzunqulağın misalı kimidir. Və onlara deməli kitab verilmişdir. Onlarda elm var idi. Onlar bunu nədir? Onlara öz dillərində endirilmişdir. Onlar onu fəhm etmişdilər, başa düşmüşdilər. Lakin ona əməl etməyi tərk etmişdilər, niyyətlərinin, qəsdlərinin fəsad olduğu üçün. Bunun üçün də Allah subhanahu wa ta'alanın qəzəbinə düçar olmuşdular. Bunun üçün də onlar Allah subhanahu wa ta'alanın qəzəbinə düçar olmuşdular. Və bununla da nədir? Onlar uzunqulağa bənzədilmişdilər. Bunlar uzunqulağa bəzədilmişlər ki, sanki uzunqulaq üzərində daşıdığı kitablardan faydalanmadığı kimi, onlar da öyrəndiyi elmdən faydalanmamışdılar. Allah subhanahu bizlər qorusun. Və qəzəbə azmışlar isə nədir? Onlar yəni elm tərəfindən nəyə düşmüşdülər? Elm tərəfindən fəsada uğramışdılar. Yəni onlarda rəğbət var idi, əməl etmək istəyirdilər, əməl edirdilər, əməl etməyə rəğbət var idi. Lakin onlar elmə yönəlmədilər, elm öyrənmədilər. Və onlar da bu tərəfdən nə etdilər? Fəsada uğradılar və azmışlardan oldular. Və hansı ki onlar nə edirdilər? Birincilər dedi, yəni elmləri olduğu halda əməl etmədilər. İkincilər isə elmsiz olaraq əməl etdilər. Allah subhanahu ta'ala bizləri qorusun. Hansı yəni nədir? Görürsən, insanlar var, Qurana, sünnəyə qayıtmadan neyinlər? Əməl edirlər, amma Qurana, sünnəyə qayıtmırlar. Qurandan, sünnədən qaynaqlanmırlar. Həmin etdikləri əməllərdə Allah bizləri qorusun. Və bunların hər ikisindən nədir? Allah subhanahu wa ta'alaya sığınır. Və deməli, şübhə qul bu ayını təkrarladığı zaman Qayril məğdubi aleyhim və ləddallin. Qəzəbə düçar olmuşların və azmışların yoluna yox, ya Rabbim. Yəni, biz onların yoluna yönəltmə. Qul bunları fikirləşdiyi zaman, bunları daim təkrarladığı zaman həm şübhə xəstəliyindən, həm də şəhvət xəstəliyindən ötmüş olur. Yəni, Allaha sığınmış olur, Allaha yönəlmiş olur və həmçinin də qurtulmuş olur Allahın müvəffəqiyyəti ilə. Yəni, və qul əgər bu ayələri, bu surələri və bu ayələri gün ərzində dəfələrlə təkrarlayarsa, bunları fikirləşərək təkrarlayarsa, bunları fikirləşərsə, mənaların fikirləşərsə, Allahın izni ilə dünya və axirət saadətinə qovuşmuş olar. Və bu surə, Fatihə surəsi
mübarək surə, əzəmətli surə qəlb xəstəliklərin və həmçinin bədən xəstəliklərin nədir, müalicə olunması üçün gəlmişdir. Yəni, qəlbdə olan xəstəliklərin, bütün növ xəstəliklərin müalicəsi üçün nədir, gəlmişdir. Və həmçinin qəlbdə olan fəsadı aradan qaldırmaq üçün gəlmişdir ki, yəni kim onları oxuyarsa, Allah Subhanahu taala öz lütfü ilə ondan, qəlbindən bu xəstəlikləri aparar və onu bu surədən faydalandırar. Və Allah daha doğrusunu bilir. Allah daha doğrusunu bilir. Subhanəkallahumma bihamdikə əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbü ileyk.